Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın səsvermə hüququnun dayandırılması məsələsini gündəmə çıxarıb. Rusiyanın KTMT-dəki nümayəndəsi Viktor Vasilyev RIA Novostiyə bildirib ki, məsələ noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasında müzakirə oluna bilər. Vasilyevin sözlərinə görə KTMT nizamnaməsinin 25-ci maddəsinə əsasən üzv dövlət 2 il ərzində təşkilatın büdcəsinə ödəniş etmədikdə həmin ölkənin nümayəndələrinin kvota üzrə vəzifələrə namizəd göstərilməsi, eləcə də səsvermə hüququ dayandırıla bilər. Ermənistanın təşkilat qarşısındakı öhdəliklərini artıq 2 ildən çoxdur yerinə yetirməməsi bu mexanizmin işə salınmasını aktuallaşdırıb. Ermənistan katiblikdəki kvota vəzifələrinə namizəd irəli sürmür, Birləşmiş Qərargahdakı nümayəndələrini geri çağırıb, birgə hərbi təlimlərə qatılmır və təşkilatın maliyyələşdirilməsində də iştirakını dayandırıb. Bütün bunlar Ermənistanın KTMT ilə münasibətlərini faktiki olaraq minimum səviyyəyə endirib. Avropanın dəstəyi ilə Rusiya qarşı mövqelərini gücləndirməyə çalışırsa, digər tərəfdən Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə münasibətlər üzərindən də buna çalışırdı və KTMT-də səsvermə hüququnun olması Ermənistanın bir növ Rusiya ittifaqının, yəni Rusiyanın liderlik etdiyi blokda müəyyən bir söz sahibi olması deməkdir. Bu da təbii ki, İrəvan üçün Moskvanın təzyiq siyasətinin qarşısında əlini gücləndirməsi baxımından vacibdir. Siyasi təhlilçilər hesab edirlər ki, səsvermə hüququnun dayandırılması ilə bağlı müzakirələrin məhz indi gündəmə gətirilməsi təsadüfi deyil. Bu, Moskvanın İrəvana ünvanladığı siyasi xəbərdarlıqdır. Rusiya bir tərəfdən Ermənistanın təşkilata qayıtmasını istəyir, digər tərəfdən isə üzvlük öhdəliklərinin yerinə yetirilməməsinin nəticələrinin olacağını nümayiş etdirməyə çalışır. Bu isə Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik platformasında siyasi çəkisinin daha da zəifləməsi deməkdir. Bununla yanaşı prosesin hərbi nəticələrindən daha çox siyasi və iqtisadi təsirləri ön plana çıxa bilər. Güney Kafkasya ve Rusya jeopolitiği açısından bu coğrafyada yeni güvenlik kaygılarını da birlikte doğurabilecek olan bu sonuç Rusya ile sorunlar yaşayan ve Batı'nın Ermenistan'a sirayet etmesi için birçok girişimlerde bulunduğu bir süreçte böyle bir teklifin gelmesi Ermenistan'ı başta Amerika Birleşik Devletleri ve Fransa olmak üzere Avrupa Birliği ile daha fazla yakınlaştıracağı ihtimalde düşünülmelidir. Böyle bir durumda Rusya ile güvenlik kaygılarında ve gerilimlerinde artış beklenmelidir. Ekspertlərin fikrincə Ermənistanın KTMT-dən daha da uzaqlaşması Cənubi Qafqazda təhlükəsizlik balansına da təsir edə bilər. Bu halda İrəvanın ABŞ və Avropa İttifaqı ilə hərbi siyasi əməkdaşlığı daha da dərinləşər. Moskva ilə münasibətlərdə isə gərginlik yeni mərhələyə keçə bilər. Ermənistan 2024-cü ildən KTMT-də iştirakını faktiki dondurduğunu açıqlayıb. Təşkilatın sammitlərində və birgə tədbirlərində iştirak etmir. İndi isə noyabrda keçiriləcək iclasda İrəvanın səsvermə hüququnun taleyinə aydınlıq gətiriləcəyi gözlənilir. Bu qərarın təkcə Ermənistan KTMT münasibətlərinə deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturasına da təsir göstərə biləcəyi istisna olunmur.